Almanya'ya gelmişik, 10 gün buradayıq və düzünü deyim sizə, çox darıxıram Azərbaycan üçün. Bəli, bəzi insanlar deyirlər ki, Azərbaycanı qaçmaq lazımdır, getmək lazımdır, tərk etmək lazımdır. Amma mən heç vaxt belə insanları başa düşməyəcəm. Bilmirəm niyə, bəlkə ona görə ki, mən Azərbaycanda xoşbəxtəm, bəlkə ona görə ki, öyrəşmişəm, bəlkə ona görə ki, gecdir. Amma mənim yoldaşım Rusiya vətəndaşıdır. Dünyaya gəlib Rusiyada və artıq 6 ildir yaşayır Azərbaycanda. Heç bir dəfə də gedib Rusiyaya qayıtmayı heç də istəmir. Mənim qızım Türkiyədə yaşayır, oxuyur, həm də yaşayır, 20 yaşı var. Günləri sayır ki, tətillər başlasın, qayıtsın Azərbaycana. Qızımın bir qardaşı və 2 bacısı ana tərəfdən Amerika vətəndaşlarıdırlar. Amerikada yaşayırlar 20 il. Anadan olublar Azərbaycanda, amma onlar da hər il 2-3 dəfə gəlirlər Azərbaycana və buradan getmək istəmirlər. Özü də zor da yaşayırlar Amerikada. Bilmirəm nədəndir bu, Azərbaycanın hava-havasından, insanlarından, yeməklərindən, sudan, bilmirəm. Amma Azərbaycan doğrudan da insanları çox bağlayır. Və ümidvaram ki, bütün dünyada Azərbaycanlılar xoşbəxt olarlar və bizim Azərbaycanımız çox gözəl bir ölkə olar günlərin bir günündə. İndi də yaxşıdır, amma ondan da yaxşısı olar. Bəli, Almaniyada da böyük pluslar var, Azərbaycanda da var. Almaniyaya baxanda görürsən ki, qocalar 90 yaşında gəlirlər, çaxır seçirlər, hansı növ çaxır içəcəklər restoranda. Bizdə isə o yaşda fikirləşirlər, hansı qəbirstanlıqda dəfn olunacaqlar. Almaniyada fikirləşirlər ki, biz ora gedək, biz bura gedək. Bizdə isə fikirləşirlər ki, əsas sağ-salamatdır. Amma tək bunlardan yaxşılıqdan alınmır xarici ölkə. Öz minusları da çoxdur. Dəhşətli vergilər, heç kimin öz evi yoxdur. Yalnız çox varlı insanların öz evləri var. İşləmək lazımdır doğrudan çoxlu və çoxlu. Bəli, hardasa monopoliyalar var, hardasa yoxdur. Amma ümidvaram ki, dünyada olan Azərbaycanlılar həm Azərbaycanda da, həm də başqa ölkələrdə də, hardakı benzinin qiyməti 4-5 manatdır və maaşlar da təbii ki, bizdən 4-5 qat artıqdır. Orada da xoşbəxt olarlar və Azərbaycanımızda da Azərbaycanlılar xoşbəxt olarlar. Var olun, mən isə düzünü deyim, baxmayaraq ki, məni ən yüksək səviyyədə dəvət ediblər Almaniya, ən yüksək səviyyədə. O yanı yoxdur. Birinci gündən darıxıram vətənim üçün, birinci gündən. Bax belə, var olun, 100 il yaşayın.